insan niyə belə deyək, günahlara daha çox aludə olur, bataqlığa sürüklənir? Bir səbəbində əxlaq ustadları deyir ki, baxır bəzi insanlara. O insanlar ki, məsələn, dünyası var, hər şey var, onlar pislik eləyir, amma elə baxır, görür ki, bunlar elə yaşayır. Bir də xırda bir səhv eləyən kimi deyirlər, bu günahdır. O bundan böyüyün edir, amma yaşayır. Hədisdə var ki, siz onlara baxmayın. Və baxmayın nə mənada? O deməkdir, onlara bir bəla tuş gəlməyəcək. Allah gözləyir. Çünki bir mərhələ var, insan bir yetişir. Allah da if'əlu maşiyetun, bir nə istəyir gedərlər, sən düzələndirsin. Amma axırda nə edir? Tutacam onu, yaxalayacam onu. Sən nəstədricum min haysu la ya'lemun. Bunun hədisini umli lehum inne keydi metin. Möhkəm tuturam. Mən tutacam onu. Zamanı var. Onu elə götürəcəm ki, o elə bir o pik vaxtda da